Salam, Bakı şəhəri İstək Liseyinin coğrafiya müəllimi Yaşar Seyid Əliyev. Bugünkü dərsimizin mövzusu okean suyunun temperaturu, onun duzluluğu və şəffaflığıdır. Soyuducuya biri mineral, digəri adi su qoyun. Bir müddət sonra ikisini də çıxarın. Mineral suyun daha soyuq olduğunu görəcəksiniz. Bunun səbəbi onun duzluluğunun çox olmasıdır. Suyun duzluluğu artdıqca onun donma temperaturu aşağı düşür. Suyun fiziki kimyəvi xüsusiyyətlərinə onun temperaturu, duzluluğu, şəffaflığı və səs dalğasının yayılma sürəti aiddir. Okean suyunun temperaturu coğrafi illikdən, okean cərəyanlarından, ilin fəslindən və suyun dərinliklərindən asılı olaraq dəyişir. Suyun temperaturunun müxtəlifliyi yalnız onun üst qatı üçün səciyyəvidir. Dünya okeanında maksimum temperatur 28-29 dərəcə Selsi, 5 dərəcə şimal enliyi ilə 10 dərəcə şimal enliyi arasında müşahidə edilir. Bura termik ekvator deyilir. Səbəbi, okean suları bu enliklərdə az sahə tutur və sular çox qızır. Burada okean suyunun orta illik temperaturu müsbət 27,4 dərəcə Selsidir. Cənub yarımkürəsində su kütləsi çox olduğuna görə onun qızması üçün daha çox istilik tələb olunur. Tropik enliklərə günəş işığı çox düşsə də, onun əsas hissəsi buxarlanmaya sərf olunur. Ekvatordan şimala və cənuba doğru okean suyunun orta illik temperaturu azalır. Adi su 0 dərəcə temperaturda donsa da, duzlu su daha aşağı temperaturlarda donur. Qütblərdə -1, -2 dərəcə temperaturda okean suyu donur. Dünya okeanının səth sularının temperaturu ortalama olaraq 17,4 dərəcə Selsidir. Okean suları üfüqi istiqamətdə coğrafi enliklər üzrə dəyişdiyi kimi dərinliyə doğru da dəyişir. Okean sularının üst 200 metrədək olan hissəsini temperatur, sutkalıq və fəsli dəyişikliyə məruz qalır. Suyun qarışması nəticəsində onun aşağı 1000 metrədək olan hissələri də il ərzində qızır. 1000-2000 metr dərinlikdən daha aşağıda okean suyunun temperaturu demək olar ki, dəyişməzdir, müsbət 3-4 dərəcə Selsi arasında olaraq sabit qalır. Dünya okeanında olan suların orta temperaturu müsbət 4 dərəcə Selsiyə bərabərdir. Bu göstəricidə su ən yüksək sıxlığa çatır. Dünya okeanının duzluluğu və şəffaflığı. Bir stəkan suyun içərisinə bir qaşıq şəkər tozunu əlavə edib qarışdırsaq, bir müddət sonra şəkər tozunun həll olunduğunu görərik. Beləliklə, su yaxşı həll edicidir. Təbiətdə müxtəlif mineral maddələr suda həll olunaraq onun tərkibinə qarışırlar. Çaylar hər il çoxlu miqdarda mineral maddələri özləri ilə dünya okeanına daşıyırlar. Dünya okeanının suyunun tərkibində Mendeleyev cədvəlinin tərkibində olan bütün mineral maddələrə biz rast gələ bilərik. 1 litr suda həll olan duzların qramlarla miqdarına duzluluq deyilir. Duzluluq promil ilə ölçülür və o tamın 1000-də 1 hissəsini göstərir. Xəritədə duzluluğu eyni olan nöqtələri birləşdirən xətlər izoqalin adlanır. Okeanların suyunu buxarlandırmaq olsaydı, duzların çöküntüsü 90 metrədək qalınlıqda təbəqə əmələ gətirərdi. Okean suyunun dadı acı şordur. Şor tamı natrium xlor duzları verir. Acı tamını verən isə maqnezium duzlarıdır. Suyun yarandığı ilk dövrlərdə vulkan püskürmələri zamanı ayrılan yuvenil suların hesabına su
zəhərli olub, xloridli xassəyə malik idi. Sonra okean suyunun silisyumlu suxurlarla və çaylar vasitəsilə gətirilən karbonatlarla qarışması nəticəsində o, xloridli karbonatlı suya çevrildi. Daha sonra bitkilərin meydana gəlməsi, fotosintez prosesi nəticəsində suda sərbəst oksigen və azot qazları əmələ gəldi. Tektonik çatlardan, vulkanlardan və üzvü maddələrin çürüməsindən okean suyuna karbon qazı daxil oldu. Son 180-200 milyon il ərzində okean suyunun duzluluğu indikinə yaxın olub, dəyişməz olaraq qalır. Okean suyunun sabit qalmasının səbəbi suda yaşayan onurğalı canlılardır. Onlar suda həll olunmuş duzların hesabına öz skeletlərini əmələ gətirərək suyun duzluluğunu tənzimləyən mexanizm rolunu oynayırlar. Çaylar hər il xeyli miqdarda duz gətirsələr də, onurğalılar artıq duzlardan öz skeletlərini əmələ gətirir və məhv olduqlarında okean dibinə çökərək çöküntü qatının tərkibinə qarışırlar. Daha sonra bitkilərin meydana gəlməsi ilə fotosintez prosesi nəticəsində suda sərbəst oksigen və azot qazları əmələ gəldi. Dünya okeanının ortalama duzluluğu 35 promildir. Yəni 1 litr okean suyunda 35 qram duz vardır. Lakin duzluluq dünya okeanında hər yerdə eyni deyil. Okean suyunun duzluluğuna yağıntılar və buxarlanmanın miqdarı, çay və buzlaq suları, okean cəryanları təsir edir. Suyun səthindən şirin su buxarlanır. Ona görə buxarlanma nəticəsində suyun duzluluğu artır. Aysberqlər qütb ətrafı yüksək enliklərdə duzluluğu azaldır. İsti okean cəryanlarında buxarlanmaya görə duzluluğu çox olur. Soyuq cəryanların duzluluğu azdır. Ona görə ki, onların üzərində buxarlanma azdır. Ekvatorial enliklərdə duzluluq 34-35 promildir. Tropiklərdə 36-37 promil, mülayim və qütb enliklərində yenidən azalaraq 32 promilə düşür. Daxili dənizlərdə çay suları və buxarlanmanın nisbətindən asılı olaraq duzluluq müxtəlifdir. Mərmərə dənizində 25 promil, Qara dənizdə 18 promil, Azov dənizində 12 promil və Baltik dənizində 11 promildir. Dünya okeanında ən çox duzluluq Qırmızı dənizdədir, 42 promil. Ən az duzluluq Baltik dənizdədir, 11 promil. Onu da qeyd edim ki, ən duzlu sayılan ölü dəniz Dünya okeanına aid olmadığı üçün Dünya okeanının ən duzlu hissəsi sayılmır. Xəzər dənizində suyun orta duzluluğu 12 promilə yaxındır. Duzluluq üfüqi istiqamətdə dəyişdiyi kimi dərinliyə doğru da dəyişir və təqribən 2000 metrdən aşağıda 35 promilə bərabər olmaqla sabit qalır. Atlantik okeanı ensiz olduğuna görə buxarlanan suyun əsas hissəsi yağıntı şəklində materiklərə düşür və ən duzlu okean hesab edilir. Atlantik okeanı böyük su dövranında ən fəal iştirak edən okeandır. Sakit okean ekvatorial enliklərdə daha enli olduğu üçün bol yağıntı alır. Ən az duzluluq Şimal Buzlu okeanındadır. Dünya okeanında suyun şəffaflığını diametri 30 sm-ə çatan gümüşü rəngli diskin görünmə məsafəsinə əsasən təyin edirlər. Sakit okeanın subtropik və tropik enlikləri şəffaf sulardan hesab edilir. Ən şəffaf sular Aralıq dənizinin şərq sahillərində müşahidə edilməkdədir. Burada gümüşü rəngli disk 60 metr dərinlikdən görünür. İndi isə suyun duzluluğu ilə bağlı misallara baxaq. Birinci misal. Orta duzluluğa malik 3 ton okean suyundan nə qədər duz əldə etmək olar? Biz bilirik ki, okean suyunun duzluluğu 35 promildir. Yəni
1 litr okean suyunda 35 qram duz vardır. 1 ton okean suyunda isə 35 kilo duz vardır. 3 ton okean suyunda 3 vurulsun 35, 105 kilogram duz əldə etmək olar. Cavab 105 kilogram. İkinci misal. Orta duzluğa malik 3 ton okean suyundan alınan duz 5 ton Xəzər dənizinin suyundan alınan duzdan nə qədər çoxdur? Həlli. 1 ton okean suyunda 35 kilogram duz vardır. 3 ton okean suyunda 3 vurulsun 35 bərabərdir 105 kilogram duz olacaq. 1 litr Xəzər suyunda ortalama 12 qram duz vardır. 1 ton Xəzər suyunda 12 kilogram duz olacaq. 5 ton Xəzər suyunda 5 vurulsun 12 bərabərdir 60 kilogram duz olur. İkinci misalda soruşulan 3 ton okean suyundan alınan duz 5 ton Xəzər dənizi suyundan alınan duzdan nə qədər çox olduğunu tapmaq üçün 105 çıxılsın 60 bərabərdir 45 kilogram. Üçüncü misal, duzluluğu 15 promil olan 1 litr suyun yarısını buxarlandırsaq, suyun duzluluğu nə qədər olar? Həlli, duzluluq 1 litr suda həll olunan duzların qramlarla miqdarına deyilir. Üçüncü misalda 1 litr suyun duzluluğu 15 promil olaraq verilib. Yəni 1 litr suda 15 qram duz vardır. Suyun yarısını buxarlandırdıqdan sonra duzluluğu tapmaq üçün biz bilməliyik ki, su buxarlansa da duz buxarlanmır. Əksinə, duzluluq artır. Bunu tapmaq üçün 0,5 litrdə 15 qram duz var, 1 litrdə isə 15 vurulsun 2 bərabərdir 30 qram olacaqdır. Bununla da bugünkü dərsimiz sona çatdı. Mən sizinlə sağollaşıram. Gələn dərslərdə görüşənədək.